Sonra da deyirlər ki, şir bürcü elə, şir bürcü belə. Şir bürcünə sən hansı tərəfdən yaxınlaşmısan ki, o da sənə o tərəfdən cavab versin. Amma əmin ol ki, şir bürcü hər kəsə layiq olduğu cavabı verər. Yaxşıya yaxşı, pisə pis. Yəni o qədər şeylər görüb ki bu həyatda, o qədər şeylər yaşayıb ki. Düzdür, çoxsu imtahan olub onun həyatında. Amma unutma ki, şirlər hər zaman mükəmməl insanlardır. Bilir kimə necə davranmaq lazım olduğunu, kiminlə necə rəftar etmək lazım olduğunu, kimə hansı cavabı və nə vaxt vermək lazım olduğunu. Elə bilirsiniz ki, onun heç nə xəbəri yoxdur. Vallahi hər şeydən xəbəri var və çox gözəl xəbər var. Vaxtı gəldikdə üzvə vuracaq, heç tələsmə. Etdiyiniz nə varsa bir-bir qarşınıza qoyacaq. Çünki şir bürcündə hər şeyin öz vaxtı var. Deyirsən saydığını say, fələk zat qələt edir. Gör şir bürcünə sayır. Yaxşı? Ona görə də şir bürcünə qarşı əsla səhv etməyi ağlından keçirmə.